Şimdi bu yazı gəldim sənə qonaqlıq verim. Mehman. Qonaqlığı nə edirəm? Az kaş almamışam, yüzüm yine pis güne düşüp şimdi şeyden vurmuşam. Gömsen un kimi düzüm. Kaşına bak. Alanda yanımdaydı. Kaşımın burası da şey yok, orada vurmuşam. Kaşına bak. Yine istotlu yemekten yemişəm. Kebapların için istotlu şeylikleri yemişim. Səhər durdum ki, yüzüm pis güne düşüp yine. O Bərdə dolandan düşüp. Bərdədəkindən kim olubdu? Nahayla qayım. Kaka. Nahayla. Hara gedək. Başım hamama gedək. Yolun onu sıxsın. Saat 4'dür. Pudrada az yox, yox. Deyək, xaladenika qoymuşam. O gün dermatoloğa getməmişdim, Yeganə xanımın yanına. Un kimidir belə, yaxsın su belə qalır, quruyur. Yağacam birazdan. Hə, pudrada. Pudramı qaşıma da vuracam, bambalı. Alergiya deyil. Dəri problemim var. Şimdi evləri qəşəng yığışdırdıq. Çiçək kimi de sildik, süpürdük, hamamı yuduq, tualeti yuduq. Süpürdük, sildik. Xeyli yaxşı görmüşük evi. Ev elədi çiçək kimi. Sağ ol. Gedəcəm şikayətə bugün. Kızlar üzünü yazısız yüzünden o yine o Bərdidə çıxmışdı, qıpqırmızı olmuşdu. Ondan olub. Dərman vurmuşum, un kimi de eləyir yüzünü. Başa düşürsən? Deyək, xaladenika qoymuşam. O gün Yeganə xanım yazdı, dermatolog. Nə şikayəti? O, dünən o şeylə qoşulub, nədə o sabolidir, nədə ondan gedib şikayət yazışım. Görün mənim hansı səbəbə mən deyir ki, ona deyir ki, maşından harda durur o, hansı tərəfdə gəzir o, gedin mən maşından onu vurum. İndi güyəsən, mən birinci səni tanımıram. Sən deyirsən, görün, mən oynatıb, mən qəbul eləməmişim. Birinci mən səni takip eləmirəm, səni tanımıram. Onu da mən sübut eləyərsən, mənim sənə oynatdığımı sən qəbul eləməmsən. Sən də güya 50 min, belə neçə min, 20 min içində zadında özünü bomba kimi göstərsən. Amma bir də onu bil ki, elə söz var ki, adam dilinin bəlasına gedir. Sən bilirsənmi sən nə qədər sərt bir danışıq bıraxmısan? Mənim də əlimə kozur vermişsən, kaydında mənim əlimdədir. İndi sən gör. Baboş sənin başına məlum açdıracaq. O dediğin sözdə çıxıb canlıda həmən vaxtı üzrünü istəyəsin. Çayım üçün durum gedəm. Qayətdə əlimdə. Özünü bomba göstərsən, sən hələ məni yaxşı tanımırsan. Elə vuran idin, adam maşından adam vuran idin. Turac 50 min içində sağ Petrəddin dedi. Dedi o Petrəddindir. Gedib onu vuraydın da lan. Elə adam vuran çıxmışsan. Dedi o Petidir.
Sən tələsmə. Deyən, dillənmədim deyən başıma çıxdınız. Əlbəttə ki, düz eləyirəm. O, özünü canlıda bomba kimi göstərir. Özünü canlıda bomba göstərir. Amma bilmir ki, dilinin rücbatına gedir. Bəyək nətəri səhv bir dənə səhv insanı uçuruma aparır. Salam. Mən özümü bomba saymıram. Mən özüm sıradan bir insanam. Adi vətəndaş. Özümlə ilk xana göstərmirəm. Nə içək kimi xana aparım. Özüm üçün sadə, canlı açıram, deyib gülürəm. Allah aşkına Bakıya gələn gəzirəm, eləyirəm. Məşqimə getmişəm, bir dəfə getmişəm. Dünən getdim, yenə buraxmadılar. Dedi, müdürümüz bizi danlayır, sən ev paltarında ayaqqabı dirəmsən. Xahiş edirəm, dedi, şortikal, şortiklə geyin gəl. Hara? Kulturizm evindən getdim yenə. Dedi, qaqa, müdür bizi danlayır, sən deyir, o ki, kayıtlarızda da düşürsən. Deyir, iş paltarına, cinslə getmişdi də. Orada hamı şortikdə idi. Astanan ne diyor bambulu? Anlatımızla bağlı olan ara yazmışsınız. O TikTok'uma yazır. Ha. Dekanla bağlı kim? Al götür gidelim. Gidelim. Kim dekanla bağlı? Danışda sen de danış, sesini üstü. Uşaqlar kim ciddi? Aşağı üzümdeki dermandı. Diye bak bu. Bakın diye bu. Böyle açmışam. Yaxsan üzünə quruyur. Bak, üzüm için. İyi ki, əhəng də deyil, əhəng vurmuşam. Üzüm yenə qıpqırmızı olub. Nə bilim, o günü dermatolog Yeganə xanım yazdı üzümlə bağlı. Dedim, onu vurursan, yatassan, sərdə durub yazsan. Gecəni qalacaq uzunda. Babuşsanım, sağ ol, Tahir, sen necəsən? Yaman yağış yağır. Durum indi gedim şikayətə. Sübutlarımı qoyacam ora. Deyəcəm, hədələnirəm. Məni hədələyirlər. Maşından vurmaqla danışırlar. Məni öldürmək istəyir. Sabuli parfum. Qoşulub özünü bomba göstərir, piribi yığır. Məni ölümlə hədələyir. Faktı qayda əlimdədir. Deyir, maşından hardadır, gedin vurun maşından onu. Dururam gedim. Ondan da şikayət edəcəm. Bəs də ta səsimi çıxartmadım. Tanımıram, heç kimdir. Ondan görə mi qayıtdan görüşdü. İmam haqqı tanımıram o kim idi. Canlıda özünü bomba göstərir. Turat Vəlzarla qoşulanda 50 minin içində Petrədindir, Dedo Petrədir. Çıxdı danışdı ki, niyə elə deyim, mən ona pul etmişdim. Elə adam vuranda geçsin onu vursun. Adam vuran çıxır. Saat 4'də Saat 4'də Onu vaxt tez gəlir. Su kimi gəlir, gedir, komanda olsun. Dişim qutarsaydık gedərdik bəldiyə. Darxımsan. Darxmışam nədir? Bura nədir? Bugün bərziyə fırmışam qonşuma, deyir, gün çıxıb, bərdəni deyir, daha isti öldürür bizi. Bu nədir? Az elə bir qış gəlir. Sel gedirik, maşını sürə də bilmirsən. Biz
May ayında nə Yox, mayda yox. Ad günüm, mənim ad günüm iyunun 10 Sən həmən də günüdür. Bakıya gəlməyə olursan. Mən ad günümdə gələrdim. Həm də burada qəşəng restoranda keçirərdim. Restoranla danışardım. Çox tələsdim mən. Nəylə qorxacam az ondan? Nədən qorxacam? Mən ikinizə qorxanam. Qayda var, qanun var. O nömrəni verdi, o dedim TikTokda yazım, onu verim, ona yazım bir dənə. Arifə xanım mənə səs atdı. Çox sağ ol baboş. Ölənlərin cənnətdir. Çox sağ ol. Baylar soylar. O xanım Status WhatsApp'da statusun atasının qəbrinə girdi. Dedim Allah rəhmət eləsin. Nə ayrım? nömrəni verdi ama. Hə, şeyin nömrəsi qızının. Allah bax. Aşkını buraya yaz. Orada çağın səsləndirmə. Deyəm. 44 gün yazır. Buraya yazdı, bunu aç buraya yaz. Nömrəni. Uşaqlar, yaxşı kosmetolog varsa əlaqə saxlasın. Yaxşı, savadlı. WhatsApp dəyişir. Xəyalə Məmmədova. Manikür, pedikür. Ağzına girsin yazıb. Samsung çox rahat telefon. Hı? Hə, iPhone-da yoxdur o. Türkçədə iPhone-da. Məsələn, konum atır vurursan, üstə sekund bolda keçiş edirsən. Amma iPhone deyil. iPhone-da hər şey pulludur. Pulluluqdan ələbə çox çətindir. Ne bir dənə adı da iPhone-a. Yazdım. Yazdım ki salam baboşdur. Aslında baboşun keyif olmayacaq da baboşun gözü yine kızardı. Depresiyaya girir uje. Baboş tamahını saxlaya bilmir, ağzını saxlaya bilmir. İstər-istəməz yeyir, akşam tabaka yeyir, kızartma olmaz. Yeyir, istotlu şeyler yeyir, pomidor yeyir olmaz. Tamahına iradəsi yoxdur, güc gələ bilmir, yenə də vurur çıxır. Neyləsin? Yemədə. Ay qardaş, gedirsən oturursan restoranda, gətir qoyurlar. Bunlar yeyir, tutaq ki baxanda. Tutaq ki yeməyəndə tamamına güc gələ bilməm. Deyirəm qoy bir ikisini də qoymaq lazım. İstərsəmiz olur gedir. Bir ay, 2 ay yeməməlisən. Müalicə eləyirəmsə deməli yeməməlisən. Fanta içməməlisən. Mən də fantasız yemək yemirəm. Kolasız yemək yemirəm. Böyük dərd. Elə bir siz paproz çəkənlər nə tər ki, paprozu tərk edə bilmirik. Mən də elə olmuşam. Qaşımın üstü qabıq qoyur. Da qabımı, ona da qaşımı da vurmuşam. Qətmək kimi qoyur. Qızarır, sonra qabıq qoyur, qurur, tökülür. İçindən təmizləməlidir deyəndə ki, Düzdür, daxildən olmalıdır. daxildən olmalı deyəndə kim nə dedi? Bərdən ən professor həkimi idi. Nə dedi? Demədi ki, ağzını qıfıllamasan, O da sənin... pəhəri saxlamasan, istəyirsən professor yanına gir, gəlin üçündür. Əgər bunu istəyirsənsə, ağzını qıfırladır. Eləyəmirəm də. Əgər bilmirsən, onda da döz ona. Üzü yerə qırmızı gəl. Kimdir? Dəmirova kimlə yerdən yazıb gəldim? Dəri həkimi. Alo. Alo. Bəli. Salam. Salam. Baboş beydi. Bəli. Bilirsin yani, mən sizin canınıza baxırdım. Baboş, sən üzr istəyirəm, daxil deyəndə bağırsaqları müalicə elətdir. Qida allergiyasıdır səndə. Nə bilirsən ki, qıdadır? Çünki mənim oğlum da elədi. Hə. O sizdə qida allergiyasıdır. Xatırlayırsan ki, mən sizdən WhatsApp-da dediniz bu krem. Hə, bax mən baxanım, yemək yeyirəm. Bəli. Bir görsən tez ayaq yoluna qaçıram. Siz bilirsiniz neyini? Siz yumurtanı kəsin. Yumurtanı.
Hə. Mən 11 ildir vəziyyət. Pomidor yumurta da yeməyim. Pomidor yumurta da yeməyim. Pomidorun pişmişi siz olar. Pişmiş olar. Çünki mən oğlumda 11 ildir Lalə Allah verdiyi var, allergi olub. Tanınmışdı Azərbaycan gün nömrə. Bax onun yanına aparanda mənə dedim bəs pişmiş olar. Markov pişmiş olar. Onu orada öldürür axı. Bağırsağımın ağarını da görüm. Yumurtanı kəsin üzü istəyirəm. Yumurtanı kəsin, o apelsin, manda, sitrus meyvələri o qədər hər gün yemirsiniz ki, səhərdən axşama. O heç nə vermir. Bir dənə siz yumurtanı kəsin. Hə. Sizə ən çox o yumurta verir. Yumurtanı kəsin bir müddət... Qazlı sular da verir. Bəli. Fantadır, koladır, bunları kəsin. Sizdə yaxşı olacaqdır. Ən çox da siz bağırsağınızı müalicə edin. Bağırsağıma nətər getmək ki, mənə deyim. Həkim deyir ki, bağırsağında nə var, nə deyirsin bunda? Yox, üzr istəyirəm. Siz nəcisinizi üzr istəyirəm, dönə. Onu siz reçiyə verin, analiz verin. O sizdə qurt da ola bilər. Yox, yox. Mən nətər gedim, mən nətər həkimə deyim ki, o saat şey gətirir. Qardaş, böyük adamlar necə gedirlər? Zayıf da. Yox, insanlar, böyük insanlar və necə gedirlər? Xəstə olanlar varsa keçmək Tanıramaz, mənim abırməyəm var. Allah haqqı. Onda necə bilinməyək ki, sizin bağırsağınızda nə var, nə yox? Bəlkə elə bir qurt var ki, o sizə pislik şey eləyir. Mənim oğlumda lənmədi qurt. Onu dedilər, ondan sonra başqa qurtlar dedi verir. Bağırsağınızı təmizləsəz, sizdə 100% xəstəliyin hamısı 50%-ə düşəcək, 30%-ə düşəcək. Bağırsağınızı təmizlə saxlayın. Mədə bağırsaq. Siz deyirsiniz ya, pozğunluq var məndə. Yiyən kimi gedirəm. Bax, o sizin bağırsaq probleminiz var. Yox, indi izləyicilər, qoy soruşaqda deyib dərdini deməyən dərman tapa bilməz. Siz çölə neçə dəfə gedirsiniz? Yox, mən oğlum gündə 3-4 dəfə belə olurdu. Mən onu müalicə elədim. Siz neçə dəfə gedirsiniz, xanım? İndi şükür gündə bir dəfə gedir. Amma mən 4 dəfə, 5 dəfə. Ay sağ ol, bax elə olurdu onda. Müalicə götürdüm axı bağırsaqlarımdan. Nəfsini verdim. Elə 21 gün ərzində tez-tez verirsən ki, onu tapırlar mənbəyini. Düz. Nərgiz klinikasında mən çox verdim orada. Orada baxdılar, dedilər ki, sən bunu 21 günə. Ondan sonra, o müalicədən sonra şükür mənim oğlum bağırsaqları da düzəldi. Qaşları o qədər qabıq vermir. Saçına da bir də balıq yeməyinə düzgün. Mənim bibimdəki dəri xəstəliyi pis idi, eşidirsən? Bütün bədənini almışdı elə qırmızı kimi. O da, o glizm eləyirdi. O nə ilə, ramaşqa ilə glizm eləyirdi. Ona da həkim demiş ki, bağırsağını eləyir, bağırsağındadır. Başqa şeydir. Səndə ömrü dəri xəstəliyi, başqa cür bir adı var. 28-də mən oğluma apardım, bax orada 28-də qaranlıq yerə saldılar, qaşıdılar, hər yerindən götürdülər o qabığı. Onu orada əkdilər, dedilər göbələk deyil. Sadəcə olaraq yeməyinə diqqət edin. Bu bağırsaq qidasıdır. Bu allergiya kimidir. Sən bağırsağını müalicə heç nə, üzündə kremi atdı. Eləməlisən, mən deyirəm. İndi deyim də, bağırsağımın ağarım, həkimə gedim nə deyim? Nəticəsindən analiz verməsini qurban sənə. Mən həkimə gedim də, xanım, bəlkə gəlmədin, ağarım bəs onda. Ben 7 gündə neçə dəfə yemək yiyir, neçə dəfə gedirsiniz? Biz istəyirəm. 3-4 dəfə gedirəm. Bax, böyle gedin də, siz orada gedin də, onun ac qarnınalıq bir şey yoxdur ki. Ac qarnına vermirsiniz onu. O gedin orada verirsiniz, tez-tez verəndən sonra baxacaqlar. Sonra bax, tez-tez ketməli saldı da o. Ona görə siz birinci növbədə bağırsağınızı. Ayşal, elədir yazırsınız ki, bunu soruşmalıyam da tək adamam. Böyüyüm yoxdur, yeyəm yoxdur, soruşmalıyam da. Bir görəm mənim xəstəliyimdədir. Bəlkə elə xəstəliyyət köyləyəcəm. O nə deməkdir? Deyir dərdim deməyə dərman tapamaz. Nağar açıq danışmırıq ha. Çölə getmək deyirik da. Demir yalı mənə şeydir. Çölə getmək hamıda mədəni formadadır. Başladı. Niyə? Görsə kömək eləyirlər də. Oldu, çox sağ olun, narahat elədim. Sağ ol, çox sağ ol. Sağ ol. Aləm sizə Allah hamd olsun. Elə bir dənə baboşda açıqdan söyüş səhərlərin canlısında elə geçək oturursunuz ki, elə geçək gülməklər qoyursunuz ki. Ədəbsiz, tərbiyəsiz də. Tərbiyəsiz sözlər danışmırıq, olan danışırıq da. Xəstəliyimizdən danışırıq da. Bir görək başımıza nə gəlir. Soruşmalıyıq da. O xanım düz deyir, bağırsaqdan eləməliyim onda.
O mərifət qanacaq deyəndə o qayıtda açıq ki şey normal danışdıq. Çölə getmək deyirik biz. Mədəni formada. Qırmızı çıxı qızarıb yenə. Qaraciyardandır. Nədən xanım? Yenə yazarışa çizdən oldu. Nə bilim, axşam yenə nəsə yedim yerərdi, nəsə istotma var idi, nə mi vardı, qızartı verdi. Nə bilim, ay qardaş, bilmirəm nədir. Bezmişəm da, yəni, bezmişəm. Yəni, nəsə yeməli deyiləm. Bəli. Mikrov düşür. Mikrov hardan düşür? Mikrovlu yemək yemirəm axı mən. Mikrov düşür. Mikrov nədən nahərdim ki, mənim ağım mikrov düşsün? Danışanda səsi bağlı. Az Allah ki, qaşı aldırmamışam. Az mən kişiyəm, az dəlisəsə. Altından şey vurmuşam, o dərmanları. Qaşımdan da qızarıb. Qanunu dəyiş. Mənim qanıma nə olur ki, o günü hicam elətdirdim. Qanıma nə olur? Qandı qana. Zəlil qoydurmalıydım prosto. İndi qoyun da onu katezen fırıcım ki, zəlil gətirsin. Deyir qanını soğuracaq. Şey olacaq. Yumurta yeme. Yeməyini azalt. Ölene kimi ki? Əşi parçamı çördüm də. Bu kimdir? Fadik Toma. Manat var. Ne maz? Yüzüm gözümün ağrına yarışdı elə. Pek eləmək. Çox gözəl dəstəyim olanlar kimi də. Etim pişiyimiz biləm. Az etimə pişiyimə nə olur az? Təmiz. Çimizdirmişəm, oturur orada, çimizdirəm, baxıram, gecə saxlayıram. Nə olur itimə pişiyimə? Emanın balası xəstələnib, Bərdədə deyil, arıqlayır, yemir. Bərdədə də bir qəşək həkim yoxdur ki, aparsın ona. Belə qalmışam hep, yaman, koti qəşəkdə Emanın vəziyyəti ağırlaşır. Camış kimi yemədə. Nə olsun ki, məndən çox yiyənlər də var. Ölmür sənə, ölənlərlə ölsün. Sen ürəksən. Çox sağ ol, babacığım. Ezgi, çox sağ ol. Nərgiz klinikasına get. Nömrəsini yazdın, sən geleyim. Deyil, mən bağışlamı yoxladacağım. Sən cansan, sən də kral. Ölmə, yazıqsan. Həqqi kralam. Maçı Ezgi. Az gələndən qoy görmə, itim apar renginə zada saldıracağım, uziyə zada saldıracağım. İtimdə biraz qucaqlayırsan, bir xırıltısı var. Dobertman almışım. Sen gelin kömür Dobertman ne derdin hayır. Ben yar kendimi bildim bileli, bir sağ aşık, sağ deli. Az hə, yaxşı itdən pişdən keçdi. Ondan qabaq var idi. İtdən pişdən keçirdi.
Yağlı duzlu yumurta yemə. Bağırsaqda düz dedi. Düz deyir bağırsaqda. Mən nətər saxlayacağım o itləri. Doberman, Elmanın balası, Koti, bu, Pony, Lili Pişi. Mən bunların qarnını nətər doyuracağım az. Allah qələt eləyirəm az. Mən bunların qarnını nətər doyuracağım. Düz qarnımı doyura bilmirəm Allah. Onda Elmanın balasını sataram. Nə məcburda xoşlayıram Dobermanı. Çox kövel afut qulaqlarını belə dik. Aparacağım həkimə kəssin. Gipsəs olsun, gipsdəsin, dik qalsın. Bir yazılana bax. Babaş, atan gilə get. Atamla danışıram ki, atam gilə də gedə. Mənim heç kimim yoxdur. İzləyicilərim də bir dənə, bir də dostlarım və salam. Mənim heç kimim yoxdur. Qaraciyarım pis uşaqlar, nə bilim, Allah kömək olsun. Müalicə elətdirmirəm də, Bərdiyə gedən də elətdirəcəm. Burada mən o kişi həkimini deyirdim, mən o qaraciyardır, söyüqluqda o Bərdidə də var, onlar Bərdidə də eləyə bilərəm. Burun, boğaz, qulaq həkimi istəyirdim, heç onu da tapa bilmədim, elə heç konum atmadı, nə bilim, sonra nətər oldu. Babuş, sizə gələ bilərəm. Nə var az bizdə? Bal tökülüb. Babuş, çox sağ olun. Üzümdəki dərmandır uşaqlar, dərman sürtmüşəm. Sənin əmin nələr? Desin də ana. İdmana gedəcəkdim Nafiz. Az o günü getdim Allah haqqı. Spartanla getmişdim, qoymadılar. Dedi ki, şortiklə nələ gəlməlisən. Şortik dedi, buradan buranın deyir şeyləri belədir. Ancaq hamı şortik. Kulturizmə o Nərimanovda. Bir dənə oradan ora xoşuma gəldi. Sərgəli təmizliydi. O da şortik deyir, şortik məyənimdir. Gedəndə şortikini maşına qoyacağım ki, şortikdə gedim eləyim. Niyə gecə prinses yazır Facebook'da? Sənin maşınlara yaxınlaşmışam. Niyə gecələr maşınlara yaxınlaşmışam? Ağşəhərdə onu da görür, yəqin məni. Maşınlara yaxınlaşmışam, maşınlara yaxınlaşmamışdım. Oradan Səkinlə yürüyüş gedirdim, maşının içində öpüşürdülər, mən də baxdım. Belə kimsə öpüşürdü, mən də durdum, baxdım. Görmədiyim şeydi. Biraz mənə qəribə gəldi, mən də durdum, belə baxdım. Olmaz, göz yalanıb baxmağa. Öpüşməsinlər, baxmayayım. Hə. Bəs heç nə olmadı aşıqlar, heç nəyə gedim? Salam, Qaracı, nənəndir? Cəmaatın aradı. Siz danışma, cəmaatın aradı eləmişsən. Bu, bar, badoş. Badoş, üzünə nə olur? Əhəng vurmuşam. Ay qadınlar, mən həmişə çıxvaq şəhəri gəzirəm. Marliyotdan tutub, başa kimi gedib qayıdıram. Xeyirdir ma, başa kimi gedib qayıdıram.
parkın içinə düşmürəm, amma trasla gedirəm belə. Səkin üstündən gedirəm. Şeye düşəndə tiz mənusu çəkirlər. O qızlar yaxınlaşır. Orada əl-ələ qol-qola gəzən qızlar, oğlanlar var. Sevgili. O yaxınlaşırlar, şəkil çəkir. Baboş mamama salam göndər, baboş dədəmə salam göndər, xalama salam göndər. Onu gözümün trasla gedirəm. Gedən ki belə baxıram ki, qabağıma çıxır. Gözümü yumum. Öpüşməsini mən də baxmayım. Görmədiyim şeydir. Öyrənirdin? Yox, nə öyrənəcəm? Sadəcə baxdım. Az gəzə bilirəm, çox şəhəri cəmaətlərindən, yaxınlaşırlar maşından qızlar. Sən bilirsən nə qədər qızlarla tanış olmuşam. Hamısından nömrəsini almışam. Allah hamd olsun. Hamısından nömrəsini almışam ağ şəhərdə. Quran haqqı. Deyim mənəm, sarı qız deyil, səs atır. Heç nəyim, evə gedirəm, sən nə qarsan? Elə gözəl qızdır ki, qozəyfim görünün ağarır. Sarı qız. Kukuli, cipdən düşdü, məni qucaqlı cəmaatın içində öp. Yemək. Söyleme, az məzələnir. Məzələnən sən olarsa, mənə məzələnmir. Niyə edirəm ki, mən ərə gəlməliyim? Mən Bakıdan almıram, mən rayon qızı alacam. Bacı kimi öpüb. Da nə bilirdin? Yanımdaydım bacı kimi öpəndə. Çox istəyib öpübdü. Görürəm da nerə gəzdiklərləri, kimisi sevgililərini, balaca boy. Boylu buxundayam mən. Nə olub Bakı qızlarına? Bakı qızları gələndə rayonda darıxır. Eləsar qəbul edir gəl. Eləsar darıxır deyil ki, dəfə Bakı. Çünki o Bakıda yaşayıb, Bakıda örgəşir. Mənə kənd qızı lazımdır. Bildiyindir. Üzümə əhəyə vurmuşam. Qızarıb yerimə əhəyə vurmuşam. Camış. Xalandı. Qonşum zəng eləyir. Qreytdən yaxşı xəbərdesin. Ha. Heç nə, canımda tutmuşam elə belə. İzləyicilərimlə danışıram. Yox, mikrofonda deyil. Hə. Hə. Hə, deyil, TikTok'da qabağıma çıxdı, yazmışam, salam yazıb. Nömrəsi var da, TikTok səhifəsi var. Ha. Yaxşı. Yaxşı. İtimi deyil, Bekafiyib o Bərdidə çəkimlə danış yemək yemiş. Musa Rasim, çox sağ qardaş. Bizim məkandır Bərdə. Nömrəni yaz, yazışın. Az Bərdədə gün çıxıb, Bərdədə bir qız deyir ki, üstüdən dura bilmirik.
Gözəl hava. Burada elə bilirsən maruz, maruz. Qış qayıdı təzədən şeyə. Bax ki, mən belə bilsəydim ad günüm gəlir. İyunun 10-u ad günümdür. 30 yaşım tamam olur. İyunun 10-u ad günümdür. Nə qaldı deyə damar çıxır. Yubileyimi çal-çağırır eləmək istəyirəm. Hə, kaş iyunda gələrdim. Kaş. Kaş iyunda gələrdim. Yenə mənə cərmə gəldi uşaqlar. Dünən də 20 manatlıq cərmə gəldi. Allah, mən bezmişəm, Allah hamd olsun. Quran haqqı cərimə deməkdən bezmişəm, Allah hamd olsun. Mən başımı götürüm, hara qaçım. Dünən 20 manat gəldi. İyundan əgər gəlməz, bir də dəniz havasında gələcəm. Yaxşı ev axtaracağım, Nərimanovdan ya da Ağşəhərdən. Yenə dəstəkçilərimə deyəcəm ki, mənə ev pulları şeyləsinlər, gəlin qalın, bir ayda qalacağım. Gəl bizə Başı, sizdə nə işin var? Mən evdə səhər-səhər at paltarından otururam. At paltarından yatıram. Mən rahat ola bilmərəm mən. Mən içəri girdim, haçarla qapını açdım, solu tökürəm bərdamayla. Mən onda rahat oluram. Qışın qış günü mən at paltarından gəzirəm öydə. Canlı açanda geyinirəm amma əynimə. Mənimdir. Əkizlər bürcük da. Çox gözəl bürcük. Xalatda gəzmirsən. Yox, xalatda yox. Xalatda niyə gəzim ki? Xalatımı geyinim. Hamamdan çıxanda hamam xalatını geyinəməyinimə. Gəlib otur saçımız adımı quruluyub. Canım qurulaşır. Ondan sonra qoltuğumun altını zaten niveyalayıb, Rexon alıram. Sonra üstündən də bədən spreyimi vururam. Sonra üstündən də koftamı geyinib, duxumu vururam. Və sonra onun çiçək kimi elə də gözəl qoxuram ki. Salam. Nətərsən, yaxşıyam. Həkimə getmədim, getdim. Makşi. Bəli. 60, başım batmış. O, mən yetim zəngidir. Az mən getdiyim həkim, o həkimliyə bir şey deyil. Alo. Gözdə sana kartmış gəlmə pulum var, onu da sana verəcəm, yuxunda. Az mən getdiyim ki, bekara şey idi. O şeylərlə börəyməsə onu bərdə eləyərəm. Mənə kişiyə kimi lazımdır. Kişinin yanına getmək istəyirəm. Mən getdiyim qadın idi, qadın yox. Qadın nə biləcək məndə nə var, nə yox. Mən kişi ilə danışmaq istəyirəm. O açıq qadınlarla danışanlarım, utanıram. Kişi mənə sual verdi, özü tek koymurlar, tek girmişdi. Mən qadınla açıq danışa bilmirəm, utanıram. Kişi olsun, kişi ilə açıq danışacağım amma o da qoca kişi olsun da, savadlı həkim olsun. Hamısı deyir ki, aparıqla, hamısı elə deyir. Qoca həkimlər savadlı olur. Sən kişisən ki, yox, dişiyəm. Əlbəttə ki, kişiyəm.
Bakı saat düşmür. Ne düşmür ki gözü kef edirəm Allah'ın olsun. Ağşəhəri gəzirəm, Tarkovunu gedib gəzmişəm, Xalaritə getmişəm, sonra hər cür restoranlara getmişəm, Hollywood'a getmişəm, sonra Kadehə getmişəm, sonra hara getmişəm? Sonra hara? Zepalaza getmişəm. Sonra Joli'ye gitmişəm. Sonra hara gitmişəm? Oligarxa gitmişəm. Sonra birazdan da Sədərəyə gedəcəm. Bərdiyə qaydana yaxın. Gedib orada yığışdırıb bagajımı doldurub çıxıb gedəcəm. Reklamlarım belə dana getmişəm. 10 manat yığa. Az yaxşı az. Babaş Bakıya gələndə dünyaları xərcləyib. 10 manat yığa. Sən yığarsan 10 manatı. Valaş məni yığıblar deyirlər ki, kartına plat utanıram. Dəstəkçilərim yığanda evi onlara atdım. Çünki o dəstəkçilərin heç olmasa danışıram. O biri dedi ki, gəl mən sağ platım, git qaz peçi al. Həyətimə deyirdim 4 gözlü. Dedim az yox. 10 manat. Burada 10 manat deyirlər. Nə yaxşı bir sübutu yoxdur. Kim nəsə 5 manat istəyirsə qıraqdan çəkərlər. Özü Ağşəhərdə gedəndə kimi də götür telefon çəkirlər. Dilənçisiz olarsınız, o mənə yazan. Salam. Hə, baytarlıq, nə tərsən qaqa? Sağ ol, yaxşı. Qaqa, mənim imam var idi, pudelim var idi. Bilirəm, bura gəlmişdim də gətirmişdim. Hə, onun balası oldu, eşitirsən, amma qatışıq, yarısı şipit istəndi, yarısı tamamla. İndi yemək yemir, zəhliyib, arıqlayıb. Oynamır, qabaq elə bir girdin, darvazanı açırdı, girdin hoppanırdı üstünə, indi bekar. Su eləmir. Kusur? Nə deyəsən, nə bilim, kusur deyəsən. Eləmədə dəyək bilmək lazımdır. Az kusmayıb qonşu. Bilməm can. Onu ürgənərəm, mən Bakıdayam. O sənin yanına gəlsin, ona sistem zat köçürdü də. Bir bax. Problemdir, gətir. İndi gətisi olar. Buradayım, gətir. Qoy danışım, deyim. Hə. İndi gözə sağ zəng eləyirəm. Kontrum yox, daha vızıv atacam, zəng elə. Bundan konuşma şey eləyim. Düşmək kimi görür. Deyir ki, o mənə zəng elədi. TikTokda yazdı, dedi, sənin nömrə məndə var idi. Deyir şeydir, nədir onun adı? Deyir, kusur idi. Hə, su qaytarır. Qonda yox. Deyir, gətsin də buradayam. İndi deyir, buradayam. Götür apar da istəyirsən. Onu mənə baxırsan canlı da. Hə. Yaxşı, qoyun da zəfim gömlək çəkim oradadır. Deyəcəm, su qaytarır. Mən blokatov. Zanit gedir. Papacanı mən blokatov elə bil. Salam. Ettiğiniz nömre meşguldür. Kayıtta gözleyin veya biraz sonra dengelin. The subscriber you are calling is busy. Please hold the line or call later. Denk ettiğiniz nömre... Alın. Kaka deyir ki, su kusur, su. Zəhərlənib ona rəmsə. Denə gətirsinlər bura yanma. Həqqi zəhərlənib. Gətir
Gətdim baxın. Mənə də elə gəlir, bəlkə o yeməkdən zaten zəhərlənir. Hə, deyir neçəyə kim ordadır? Deyir neçəyə kim ordasan? 7-yə qədər. 7-yə? Hə. Hə, indi ona kimi gətirəcək. Bilirsən, taksilər qoymur it maşına. Başa düşürsən ona görə. Hansı taksidə deyir, yo, ona görə. İndi taksi görə tapa bilirikmi? Mənim nömrəmi ver, mənə zəng eləsin, taksi göndərərəm gətirər. Həqqi. Hə. Həqqi. Hə. Həqqi. Hə. Hə, atıram. Azaddım nömrəsini sağ. Dedi ki, taksi göndərəcəm. Dondum. Ha, zəhərlənib. Deyir zəhərlənib. Deyir ki, zəhərlənibdir. Dedim, su kusur dedi, zəhmən deyib. Birdən biri ola bilməz. O bəlkə yeməkdən qalıb qabağında yağışlar, nəsə yiyib, nağayırıb, zəhərlənib. Ola bilər o. Zəhərlənib. Deyir, mütləq gətsin ha yanıma deyir. Mütləq deyir, gətsin. Gecikdirməsin. Taksi göndərəcəm dedi ki, dedi, mən taksi göndərərəm. Az üzünü ağardıq deyəndə bambılı düşez. Üzünü ağardıq deyəndə mənim səsimi atılmıyor. Başına bina evli deyəndə danışa bilməm. Üzünü ağardıq köpüsünü əhəy vurmuşam, dərmandır. Üzünü ağardıq. Üzümü ağardan boğazımın altını niyə ağartmamışam? O, bir-bilmədən danışırsınız. Biraz tez gəl, yazıq qonşu. Qoy da ona mən dişimi düzəltdirəcəm. Dişim qutarsın ki, gəlim də. Pul vermişəm həm də evə. Qoy biraz dadını çıxardın ana Bakının. Ne kadar kızlarla dost olmuşam, paxıllıq eləmə. Tez gəl. Aparsın da, bu gün aparacaq da, 7-yə kim işləyir. Yazıq ki, Lili səndən ötürü darıxır. Götür apar evinə, oynat, sabahda, axşamda gətir qoy yerinə. İtlər ona dəymir onsuz da, gedib girəcək şeyin altına, divanın altına. Darıxır deyəndə mən ağar, mən Bakıya gəlməliyəm. Mən dişim məmurluqdur, ne будет? Сказали почему? Deyirlər ki, gəl. Mən də bu biri həkimi yığım, deyim, ay həkim. Mənə bir vaxt dinəndə durum gəlim sənin yanına, buradakini aparacam. Deyəm, bu biri həkim. At baxım, popuşu. Hələ Dobertman da almışam, qonşu gəlirəm. Dobertman almışam, Hələ bir gör mənim qapıma girə biləsiniz. Sən öz sizi bir parça-parça edib qoyacaq oraya. Özə deyirlər, tutanda qopardır. Salam həkim. Salam babaş, salam, nətərsin? Mən ha vaxt gəlim sənin yanına o itimi gibi, bu evdəki bu iti gətirim. Sabah ancaq. Bugün işləmirsiniz? Günləri yox, sabah yanıma. Saat neçədə? Sabah saat 3'də gətir. Bir də söz deyirəm, Dobertman da aldım, Ona da ha vaxtsa gələndə ona da baxarsan. Dobertman iti aldım. İndi bərdiyə ayın axırı qaydacağım da, ayın axırı qaydanda Dobertmanımı da aparacam. Sabah yadımdan çıxmasın, saat 3'də gəl. 3'də, qoy görüm. Neçəyə kim işləyirsən? Arsa 4'ə 5'ə gedər. Hə, yaxşı, gələcəm. Yaxşı. Yaxşı. Bu Bakıdadır, buradakı itimi aparacam. Sabahda həkimdir ha bu.
Aparım dedi Uzi'ye saldıracağım. Buna da sistem zat götürəcək, nə eləyəcəksə buna biraz xırıltı var. Xırıldayır. Heyvan severəm. Heç danışıq qabiliyyəti nə olsun? Danışıq qabiliyyəti nə olur? Yer göy dağıtmışsan az. Mən də qopardacaq. Hə, yaman yeyir adamı. Ondan qorxulanı yaman yeyir. Saxlayacağım. Qoca kaftar, cavan kaftar. Böyle bir çay tutudur, geçecek bir çay vurmayı beklenen. Hain olmayın. Eldeniz de yattı, Meftun da yattı da Allah. Gidime de yatın. Uşaqlar. Qoy şeye zəng eləyim. Aliqar xanıma. Deyir məni tellə qüllə yapar. Camaat olan tərifi qoy. Camaat olan tərifdir ki, oraya git. Oraya git. Ya da ki hıltırını aparsan. Deyəcəm mən gələnən iş mən aparmamsan. Hazırlaşım eləyim, deyəcəm. Axşam tellə qülləyə gedək görək. Deyirlər dünyanı görsən orada. Necəsən ay Aliqar xanım? Çox sağ ol, yaxşıyam. Məni hava aparasan tellə qülliyə. TikTok'dayam, mən canlıya qoymamışam da səsini. Özüm eşidirəm. Yağışda havada olmur tellə qülliyə. Onda hıltırını apar. Onda hıltırını apar. Hə. Beşə, yoxsa sabah? Hə, yaxşı, danışarıq. Hə, canlı yayındayım. Salam demək istəyirsən, səsini qoy mikrofona, izləyicilərim. Deyir, yox qoyma, yaxşı öpdüm onda, matı. Hə. Reklam lazımdır, salon hansı salondur? Hə, nömrəm atıram, ay yazsın. Yaxşı. Deyir, danışaq, bəlkə beyəcə bizi şey yapardı, hıltırına. Yəni, Bakıya gəlinlər nə tellə qülləni görməmişəm, nə də hıltırını görməmişəm. Oraya gedəcəm. Az küs sənin belə nəyin təpəsinə düşdün, bir də dədləyin təpəsinə düşdün. Nə də az? Xayın. Mən gəzə bilmərəm, mənim haqqım deyil. Alfons nənən də az. Mən, həyatı boyu mən Alfons, məndən Alfons olar az. Alfons idmançı olanlar, bəziləri Alfons olur. Mənim bədənim var. Hansı xanım məni saxlayır? Hansı xanım saxlayır, məndən Alfons olam? Kim başına? Bir-birləri ilə danışsınlar. Gözlə salmaq üçün, şey eləmək üçün, gah biri yalanla gözlə sal. Mən Bakıya gəlmişəm, bəzilərin birinin canlı sörf deyil, bir-birinə ayrı ki, şey eləsin. Gah deyir, şeylər, sən öz səni məhkəməyə verərəm, saat tazminat dava saçdıraram, ağlını başına top elə. Sənin əlində bir sübut yoxdur. Gah bir-birinə ayrı, göy mən Ağşəhərdə 5 madon maddilərə gedirəm. Aley, ki düşdü sənin başına. Bakıya gələnə babaş nə pullar xəşləyib, nə pullar xəşləyib, Bakıya gələnə. Quran haqqı. 60 manat, 50 manat, 60 manat, 50 manat, 60 manat, 50 manat. Deyir cərimələr üstümə gəlir. Sik.
Dedikləri sözləri üzləri inanmırlar. Doberman toyuq cücəni yeyəcək. Mənim toyuq cücəm setkam ayrıdır, o da ayrıdır. Gözən gelim gün qaqana ayırır. Bugün onun bir dənə dostu var idi, Hollywood tutmuşduq. Satdım, görüm ki gəldi götürdü, Doberman satana zəng eləyəcəm. Görüm gəldi götürdü, iti. Bir dənə erkeğe qalmışdı, mən dişisini götürdüm. Erkeği tez pızqırdır deyin, erkeği almıram. Ben belki Doberman'ı eve saldım. Ayağını kaldırır, erkeği oranda düz pıskırdır boyun üstüne. Doberman. Ne cərməsi valla bilmirəm. Yolun qıraqlarında saxlayacağım, düşürəm dükan azada gedirəm, bir də görüm cərmə gəlir. Bezmişəm da bu cərmələri ödəməkdən. Yol qılağı 20-20. Salam qaqa, nətərsən? İşim var, danışar baba. Hə, gəlib apardı iti. Yox, mən işləyəm, neyələ? Yazmamsan heç ona? Yox. Yaz da lan. Danışar. Hə, yaxşı. Nə qədər xəşləmirsə, nə bilim, aslı xəşləyirəm da elə. Cərmə neyə gəl? Ağzı işte, Quran haqqı gedib yolun qırağında saxlayıram, tutaq ki, düşürəm oraya gedirəm, fantadan, koladan alıram, bir də görəm ki, 20 manat cərmə gəldi. Bezmişəm az, möhkəm sözəm deyək, möhkəm sözəm oraya gəlir, 20 manat cərmə gəlir. Qoy görüm cərmənin adı nədir? Ayın başlayır, ayın. Eqi deyil, eqi sürətlə keçəndə olur, ayın cərmələri. Qoy girim sımısır adara. Bax, mən sizin başı çalışam, baxın. Deməli, nə qədər cərimə gəlir? 20 manat bir gəlir, 10 manat bir gəlir, 20 manat da bir gəlir. O bir 20 manata baxım, şəkil və ya videoda bax yazır. Deyə, bax, bu nədir? Deyə, ay cəmaat, bax, burada düşmüşəm. Bax, bu nədir? Deyə, ha. Bax, bu nədir? Bax, burada düşmüşəm. Nədir bu? Yolun qırağı deyil. Və mən maşını hara verim az? Mən maşını hara verim? Parkingdir. Hə da mən yolun qırağında saxlayım, bir gün mənə cərimə gəlir. Aslında bezmişəm ya Allah'ın dostum bu cərimələri ödəməkdən. Bu. Parkingdə saxladın. Bu yay baş parkingin düz qabağına verirəm dana. Parkingin düz qabağına verirəm də. Ben qabağına ver, parkingin qabağında saxlayıram. Harada? Alo. Alo. Bəli. Nətərsən baboş? Sağ ol, sən nətərsən? Sağ ol, yaxşı olasan. Buyur. Bizim bir restoran var idi. Onu reklam eləmək lazım idi Bakıda. Nə restoranıdır? Ailəvi restorandır. Mənim ailəm yoxdur, xarqaqa. Nə ilə gəlin ben reklam edeyim ben ailəvi restoranda? Ha. Mən Bakıdayam elə. Hardasa 10 neçə gündür Bakıdayam. Nə bilim tez qayıdaşam ta. Dişimi düzəltdirəcəm. Ha. Niyə əlaqə saxlayır? Kita danış da. Behmat, mən də indidən bilim. Sabah zəif olsa bir də götürməyəcəm, hə. Nətər kart atımsa, işte mənə bir soruşsan ki, neçəyə gəlirsən? Yer ki, dəyə burada, sən reklam elətdirsən, acından mənlə 5 gün orta yuxulandırırsan, ne görə reklama zəif olur kişinin oğlu. Sıçı nə? Heç bir qiymətli zadı soruşmur, karta, daş başına. Sən ki mənə gəlirsən? Mən oxumuş ali təhsilli insanam. Küt başına. Soruşur ki, kim ha reklam elətdirir? Dembelen göz. Şey ara koydum, kuruşuk almaya.
Gəl reklam elətdir kişinin oğlu. Hiç bu soruş bile hiç aldım kartına. Bəli. Bəli. Salam. Lap yaxşı xanım. Şa kızıyam. Hara qızısan? Şa. Mən də Bərdəli balasıyam. Sağ. Sen çok seviyorum. Ben evliyim. Benim şahımdadım var. Yani prosto sizin danışınızı, sizin hareketinizi çok seviyorum. Beynibazsınız, reyazsınız, el açıksınız. Allah sana hava bir kız geçsin. Göze görünmez. Sizin WhatsApp'ınız yoktu. Var. Bu nömrede de WhatsApp'ınız. Yanıcım kontakta. Sizinle dost olmak istiyorum. Ola. Ay bacı, git qadınla dost ol. Mən qadın deyiləm, mənlə nə danışasan ki, dostluq eləyək. Mən pamada vurmuram ki, duraq pamadadan danışaq. Talanla vurmuram ki, duraq talanlıdan danışaq. Xalat geymirəm ki, duraq, nədən danışacağıq? Qeybət qılmağı deyirsənsə, heç o qırarıq. Amma baxım gün kimi ki. Heç nə, qeybətdən zəng eləyərsən, qırarıq qeybət. Yaxşı qadın, sağ ol. Sağ ol. Az ölüm qeybətdən ötürü, qeybət qıracağım biraz. Qeybət qıranda canım rahatlayır. Bəli. Alo. Bəli. Salam aleyküm, hoş geldin. Sağ ol. Çayla, konfetlə çay içirəm. İçində də lomu. Yaxşı edirsən, hoş oldu. Ay babacıqda şeydə baxdım. Canlıda sən deyirsən ki, harada gedirəm parkində 20 manat cərimə olursan. Proqramını yükləməlisən. Yükləmişəm da proqram deyil, az parking. Tuturam belə ora, orada 40 kodu var. Tuturam ora, öz salam. Yüklənmir. Çıxıb gəlirəm. Parkingi yükləmişəm də qadına. Şeyin qabağında, yolda şalban qoyublar. Şalbanın üstündə orada parking yazılıb, orada da nömrələr yazılıb, orada da yazılıb 40 kodu. 40 koduna belə tutub gedirəm da maşınımı saxlayıb. Yenə də gəlir cərimə. Deməli, düz eləmirsən də, orada ekranda birinci düz o parkingin özünün kodu var. 6 rəqəmli, onu basmalısan sən. Az nə edirəm? 6 rəqəmli kodu basıb. Orada 40 kodu var. 40 koduna belə tuturam və salam qırır və salam da keçib gedirəm. 40 kodunu vurmaqla deyil və deməli düz vurmursan ki, sən gəlir, onu başa salmaq istəyəcəm. Düz vursan o gəlmədə o. Nəsə bilmirəm, bezmişəm da. Harada saxlayıram cərimə gəlir. Harada saxlayıram cərimə gəlir. Bezmişəm da həyatımdan. Bu nə da az. Mən gəlmişəm bura ki, biraz keyfim açılsın. Cərimələr üst-üstə yığılır, gəlir. Keçən dəfə Bakıya gəldim, 500 manat cərimə ödədim. Bu. Bezmişəm az da Allah'ın olsun. Cərimələrindən. Sən niyə adı boy verdin? Sağa demirdim, heç əsəbləşməmişəm. Bu öz qorxusundan adı boy verdim ha. Yolun ortasında qarnını tutur. İndi tuvalete gitməyəsən, tuvalet tapırsan. Amma Bərdidə elə deyil. Yolun ortasında tutdu, putkalar var, ağacın dibi var. Yaşamağa Bərdə yaxşıdır, gəzməyə də Bakı.
Ursetdən zəng gəlir. Rusiya nömrələrini açmıram. Havayı zəng eləməyin. Söyürsünüz. Çünki niyə söyürsünüz? Ursetdə olduğunuz üçün. Saniyə ilə hörtüldəcək. Qaynarda ona görə. Zehrim var. Ürəyinə verəm, ağzına da gələm. Reklamla bağlı yığın. Uşaqlar, mən Bakıdayam. Reklamla bağlı yığın. Gəlin salonunuzu, gəlin restoranınızı, gəlin paltar mağazınızı reklam eləyim. Buradayam. Az bir vaxtım qalıb. Bax, qayıdacam. Sonra deməyin ki, qayıdandan sonra məni yığım ki, reklamla bağlı yığmışam. İndidən yığın. Neçə müddət canlıda danışmayacağım. Qıraqda danışarıq. Mağazən gəlində parf verəcəm eldənizlə danışarsınız reklama. Sən getdin bloka. Uy Allah, acından öləcəm az. Bloka getdim. Gəlinlik paltar reklamı. Niyə eləmirəm? Özüm geyinməliyəm gəlinlik paltarını. Göstərə bilərəm sadəcə. Mən bəlkə gəlirsən, yox, getməyəcəm buna. Bəli. Salam aleyküm. Salam. Necəsiniz? I am good. Yəni ingilis dilində yaxşı deməkdir. Ha, eləmi? Hə. Babuş, bizim bir dönərxanamız var. Oranı bir çəkmək lazımdır, bir reklam eləmək lazımdır. Dönərxananızı. Gələndə orada yeyəcəm onda mən də dönərdən. Hə, bə pulu da danışaq da. Bir gün gəlim, yoxsa? Olsun da yağışlı havada yaxşıdır da, elə təddə cəmaat iştahlanır. Görürsən, adam qışda tez-tez acır, amma yayda yemək yemiş. Tadı yağışda eləməsən ki, cəmaat acırmanın bir dəqiqə açsın, dursun, gəlsin. Qoy aparım verim. Eldəniz! Ay, Eldən! Eldən! Ay, Eldən! Gəl, reklam var. Behin adda nə olsun ki? Ala, verirəm, qardaş, danış, prodüserindən. Dönər xanadır. Aparmada telefonu mən cavab verirəm. Baboş, kosmetika xoncu. Bu yaz 80 euro her şeyləri mən reklam edirəm dana. Qadınlar bir dəqiqə məndədir. Qəşək pudralı xanımlar, tanarlı xanımlar. Yığ eldənizi. Diyar, sabitlər reklam nömrəmi görsün, yığsın. Sən nələndir? İlk olmasa bir neçə reklam götürüm ki, cərmələrimi ödəyim dana. Yürüm, sən nələnirsin? Mən yürürəm, yazıq adamam. Tək adamam. Həyat şirindir. Sən nətər yaşadığın kimi mən də yaşamaq istəyirəm. Başı daş. Nə dedi? İndi xonça var. Deyə sabitlədi tiyarın nömrəmə. Gözdə xonça, kosmetika xonçası. Onu reklam verəyəm. Arvadım üçün də verdi, amma bir dənə şey, xonça, içi dolu. Arvadımı saxlayacağım. Qızıma saxlayacağım. Bəli. Nəyinə bağlı? Mən o işimlə bağlı. Bəli. Bəli. Neydi ki? Ciddi insanlar yıksın, ciddi. Ciddi insanlar yiyorsun da. Bəli. Aleyküm selam. Yanımda.
Biraz Mikrofona koyma. Heç kimin mikrofona koyma. Ha. Salam. Kim? Ha, burada yaz. Ha, kardeş. Sağ ol, sen ne tersen? Ha. Ay kardeş, SMS gönderen pulum çıxır axı. Hakkı. Ha. İndi mən hər dəqiqə qardaş, indi tutaq ki burada saxladım, biraz gedib qabağa verəcəm. Biraz gedib o biri qabağa verəcəm, bu biri qabağa verirsə. Hər dəfə pul ödəyəcəm. Ha. Tutaq ki mən saxladım şeydə, Nərimanovda. Nərimanovda oradan sokaldım, çıxdım, getdim, saxladım Nərimanov qabaqdakı restoranda orada. Bu ay baş, bu nədir az? Deyir, hər dəfə gedib haradasa saxlayım, pul ödəməliyəm mən. Ha. Yo, gəlirdim, mən aşını gördüm bir dərişim. O gəlirkən siz gediyordur. Ha. Oh. Oo. Ben gedib qardaş parkingin qabağına o şey eləyirəm. Orada 40 kodu var. Belə tuturam orada 40 koduna vurub çıxıram. Ha. Vay. İndi 30 manat yox, 30 yox, 50 manat cərimə gəlir. İndi 50 manat o cəriməyə verdim, indi bir vurdu ki, tabaka yeyərdim. Ha. Yaxşı. Ha, bildik, yaxşı. 1181-ə nə göndərəcəm? Maşınımın nömrəsini. Ha. Hansı kodu yazacağım? Heç nə 40 kodu belə tutub gedirəm. Durbanı görürəm, qardaş, yekə bir durbadır. Onun üstündə yazılıb ki, nə bilim kod 10, 15, 20. Ha. Durbanın üstündəki 20, 15, nə bilim, onları göndərəcəm. Ha, yaxşı deyir. Ha, yaxşı. Yaxşı, tamam. Şu an sen de Yaxşı. Ben de Alo. Salam Mələkçi. Salam. Evlat babaş müəllim. Babaş nə də? Mənim adım Babey olar. Babaş. Babaş nəyin əridir? Mən babaşam. Sen demədim cavab vermə özün burada. Səndə də var At sen danış. O başqası da o həmənki nömrə deyil. Bəli. Yazıyor. Ha. Tamam. Kimdansın? İdim ona geçen iyi gitmirəm ki, kişi də öyle. Buyurun, ne lazım? Şeydi. Buyurun,
Şuna baxın. Buyurun. Ay kız gezme aralı, könlüm senden yaralı, gözlerine heyranam, Qarabağın maralı, gözlerine heyranam, Qarabağın maralı. Bəli. Sağ ol, siz ne tersiz? Bir adını üzüm yemek yemişim, allergiya verib, qızarıb. Əhək sürtmüşəm. Həkim verib, dermatolog həkim. Əhək kimidir o. O bekar qaşınmır, yoxsa presdən qaşınmağa şeydir. Hə. Kosmetolog da dermatolojik şekilde. Konuşarsın mı? Kimdi ki? Siz aç, cımakla yaptı, biz siz. Hə. Babaş, hə, babaş kino ne oldu? Biri yazıb ki, yığacam indi o kinoda. Maya kino, mən kinoya çəkilə bilməyəcəm. Mən onda yenə Bakıda qalam. Hə. Balam, nə bir filmə sevmək istəyirlər məni. Vallahi. Az yox, mən edirəm filmi səndə, filmi məyəsin qılıb. Mən ördəklərimdən ötürü darıxmışam, hinduşkalarımdan ötürü darıxmışam. 2 dənə itim var, ondan ötürü darıxmışam. Mənim şey gözlərim. Getdim da idmana bir dəfə. Başım gücəlləndi, qaldırdım, başım gücəlləndi. Ac qarnına deyilir, getdi idmana, ac qarnına getdim. İki dəfə qaçdım şeyin üstündə. İndi şey gəlir, indi yox. Qoy. Bir dostumuz var, gəlir, şey gedəcək, xəngəli işinə. Acmışıq. Xəngəli işinə xəngəl yemirik. Mən orada ciyər kebabı, tək xəngəl vermir ki. Ancaqdıq. Yaxşı eləyirəm, tıxıram. Bir qazan. Şeydir, doktor deyirsən bir qazan. Yox, əziyyət çəkməyin. Tanıyır, orada yaşayır. Kimdən hasta oldu? O evdə bir bizə bir çağırdı, değil mi? Sən. O. Deyir bir qazan sizin dolma göndərin. Yox, vallahi əziyyət çəkməyin, Allah'ın olsun. Vallahi əziyyət çəkməyin, yox. Deyir, orada yaşayır. Gedəndə resursda gedəcəm, artıq nəyim qalsa götürüb gəlirəm. Onda sabah göndərərsən. Bilirsən, şey yox, 3 bacı pişirir. Pişirə bilirsiniz 3 bacı. Hə, 3 bacı pişirib göndərərsən, yeyərik. Başın var olsun. Hə, 3 bacı, hə.
Yaxşı. Hə, bə Cəllabaddakı qız nə oldu, istəmədi? Hə. Aslında yazmaz orada biri yazır ki, bəlkə zəhərləyəcək səni pambulu. Gör nə yazırlar, Seysən az, daş başına düşsün ha. Paxıldılar, siz mənə bir qazanıb 3 başı göndərsiz deyil. Yazır ki, zəhərləyəcək səni. Nəyin başına düşsün özdə kül? Gələcəm, hələ mən ayın axırı gedəcəm. Hələ mənim bugün ayın 20-sidir. 17 hələ var, mən ayın axırısı gedəcəm. Qoy biraz üzümdə sağalsın, amma pis qızarıb. Tananını vurub gəlsəm, onda işinə demərsən. Sən tananı niyə vursan ki üzümə? Qırmızılarını Olsun da görməsinlər. qırmızı. Tananı niyə vursan ki sən? Başın gedir sənin. Onda gələcəm, gələcəm. Qız da gəlsin də, onda qıza baxın. Bə qız deməyəcəm, bunun üzündən nə olub, belə qızarıb. Aşağı üzüm qızarıb, istəmirəm də qız məni belə görsün. Boy. Deyil, kişi biraz meymuna fərqləndi, bəsdir. Heç də, mən də meymun. As, mənim üzümdə çopur yoxdur, bambulu düşez. Üzümdə çopur yoxdur, dərinin altında qırmızı olur. Biri yazır ki, çopur. O qızaran yerə 3-4 tane belə tanan eli, elə buradan qızarmayıb, bax belə. Orada bir tanan eli vuracam. Bütün Fatma vurmayacam ha. Düşük. O qırmızı ki yer çıxır, biri buradan çıxır, biri buradan belə yumruq kimi olur, belə. Ora vuracam. Mən bütün tanan elini yürük etməyəcəm ha üzümü. Xak yer, çox sağ qaqa. Danışdan da yapacağım. Hansı mı? Qonaq. Qonaq nədir? Əyağı? Dedi çatıram. Yaxşı. Mən səbəb deyirəm. Mən şeydəkinə gedirəm, Nərimanovdakına. Məhdud xorulduyur, yatıbdır o. Yanındakı dənizdir. At onda yığım görüm, yaxşı. At indi. Yox, o nömrəsini at, nömrəsini yığım, danışım da. Yaxşı. At, yox. Yaxşı, yaxşı. 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 Çox sağ olun, Aygün xanım. Təşəkkür. Yaxşı. Sağ ol. Bunun yanına gidiyorsun, az bir keçer. Gönül nömrə yazır. Profesional fitness trener fərdi məşqlər üçün yazıla bilərsiniz. Kimdə baxın? Deyə bunu atdı. Bundan adam qorxur. Bu ne daha ki?
Bu kim nömrəsini? Nömrəsini yazmayıb axı. Babuş, sən yaxşı oğlasan. Maçı. Reklam bağlı evdən ziyğın. Sen benim fahrim, vukarım, dedem Korkut, yadigarım, Azerbaycan, Azerbaycan. Sevgi gözüm karardı. Çay sözüm. Can atayım çay çek. Gözü kızıl. Peki. Allah'ım. Ma. Fidan Mətin, çox sağ ol. Öpeyişin. Səhər iş başı dolması pişirir. Aykül xanım, buradan öpürəm. Bəs Aygün xanım, qorxmursunuz ki, birdən qazanınızdan xoşum gəldi, vurdum qoltuğuma, apardım bərdiyə. Mən qazan xəstəsiyəm. Evdə dolu qazan. Deyib, bura gələn kimi tiyara qazan aldırdım. Alam. Az kiraz. Az gözdür. Görürəm, rəngi başı xoşuma gəlir, aparıram. Sən dilənçin, nənəndir? Dilənim nə qalmışsa, pul almışam səndən. Nömrəsi... Aygün xanım nömrəsini də yazın da, mən yığma, onun nömrəsi yazılmıyor vaxt üstə. Ləlün, xalamdır. Salam, salam, nə gəzməyə getmişsən? Hansı ki, az nənəndir? Havada gəzmək var. Niyə edirəm bu havada gəzməyə? Suyuq. Qalın paltar da getməmişim. Şüyü. Mənim uşaqlar hədəflərimdən də tamamlayın. Bir də bəni sev atın. Bəni sev. Yağış yağır, az dəhşət. Akşam Hollywood'daydıq. Gəldik səhərə yaxın evə. Oradan piləkən çıxınca yağış bizi apardı. Sırf Fatma nətər döşədisə. Yandakı kimdir? Eldəniz. Salam, salam. Bəs necə oldu? Canlatım gəlini söyün. Mən ta yemək yəyəndə canlaşmayacağım. Reklama gedəndə açacağım yemək yəyəni. İndi bir restoran var, deyər gəlin yemək yeyə reklam edir, onu da açacağım. Həkimə getmiş, tapanmamışam ona görə. Bir nənə var, o mağazən gələdi ki, gəlsən aparım həkimə. Nənə var, ondan gedəcəm. Ciyər həkimə zaten istəmirəm, Bərdidə də var. Mənə kişi həkimi lazımdır. Edən, dedim gedəcəyik, kişiyi tapmışam, nə oldu? Bugün bazar günü harada? Bir danışıq yazılaq da. Yox, birinci günü, ikinci günü gedərik. Yox, mən tək getməyəcəm, sənlə geləcəm. Kişi də özü, kişiyəm, az sesi danışma. Nikola barışdı, küsür döyülür. Dodanı kim tişləyib? Dedim, mənə yazdım, mən də qabağıma çıxır. Yazmayın da tərbiyə istə, mən dudağımı kim tişləsin. Bu, get axırın nəyindən geç.
Dırnağım girsin gözünə. Dırnağıma nə olur ki? Ağappaq dırnağım var. Getdim həkimə. O gün getdim, mazə vurdular, çağırdılar ki, ora getdim. Əlimə belə bir şeydi, qoydum əlimin onun üstünə. Bir də ki, o qulağına naşlik taxırlar, qulağa onu. Oradan baxırdı, qaraciyarıma, nə bilim, nəyimə, bir də başladı açıq danışmağa. Hə, mən də biraz danışdıq, 3 dənə dərman yazdım, mən də nə bilim. Sizi gördüm, mən neyinə, mənə lazım, mənim istədiklərimi vermədi o. Danışmayacağım, yox o barədə, mən gedib yoxlama, mən onun neyini pərdədə də var, qaraciyarımdır, ödümdür, hamı bilir, nə bilim, suyuqluğumdur, bunlar pərdədə də var, uz düşər bura, hamısı deyər, müalicəmi də alarım. Böyük mod, sən də arıqla mod. Canında qalsın, sənin içində qalsın. Salam, salam. Yox, onluq deyil, onluq yox. Ay qadana, mən ömür boyu həkimə düşməmişəm. Mən bir gidib baxmalıyam, bir həkim yox olmalıyam, görüm, mənim uşağım olacaq, olmayacaq. Bir adam gedər də həkimə. Mən elə həkimdə pərdədə də var, neydirəm? Gidib yoxlanaram, böyrəyimi, zadımı, ürəyimi, hamısını yoxladaram, orada da mancı verib gələrəm. Mən gedib görüm, bir uşağım olacaq. Alo. Kimdir? Bəli. Salam. Alo. Buyurun. Buyurun. Xeyr. Kimin klipine? Klipe çekilir ha. Altını karnı kendine çekilir. Dinleyeceğim. Tamam ben klipe çekilen altını karnı yiyecekti. Candan sonra yıkarsınız. Kaçtıysan. Canlıdan sonra yıkarsınız da. Akşam yıkarsınız. Akşam yıkarsınız. Dişime getirəm olsa, her gün getirəm dişime. Deyək çəkdirdim dişimi. Akşam yıkarsınız. Siz akşamla boşalanır demişsiniz, seni koruyacağım. Senden sonra sonra yıkarsınız. Nə deyək, deyək klipə çəkir. Ay bak, mən klipə, o şey yığımı, mən filmə çəkirlər. O görüm. Türkiyəlidir özdə, Türküdür. Şeydə tutdu məni, Park Bulvarın qabağında. Atacan orada. Nömrə verdin mi? Verdim nömrəni. Kəsin verdiniz. Hə. O gün zəng elədi, adı boyu verdim. Deyir ha. O zəng eləyim. O gün zəng eləyim. Nə zəng məzələnlər olsun, seyirsən, çəkim şunları klipə. Efendim babuş. Nasılsın Yalçın abi? Sağ ol, sen nasılsın babuş? Ben de yaxşıyam. Ben de restorandayım babuş. Ben o gün beni aradın, ben şey yaptım. Canlıdayım, biliyor musun? Halihazırda canlıdayım. Şimdi canlıda mısın? Evet, canlıda konuşuyorum. İstiyorsan geleyim Sağ olun. Nereye? canlıya. Çok sağ olun. Şimdi müve değil. Ha, canlıya problem değil. Sen beni filme mi çekeceksin? Demiştin ki çekeceğim seni. Çok sağ olun. Teşekkür ederim. Çok teşekkür ederim. Evet. Her sene 4 tane film çekiyorum. Ayrı ayrı Çok filmlerim sağ var. olun, Romantik var, komedi var, aksiyon var. Mesela geçen hafta aksiyon? 2 hafta önce Gala vardı, başka bir filmimiz ise. Çok sağ olun. Teşekkür ederim. Minnettarım. Ben aşk filmlerine çekilmek istiyorum. Çok Yani sağ olun. aşk. Çok teşekkür Ben ederim. aksiyon falan benlikte. Ben Var Ben şu olasınız. anda, babuş ben şu an neredeyim biliyor musun? Şahbakı'dayım. Bizim Okey. restoranda. Çok sağ olun. Ay. Takip edersen gelirsen beklerim. Ama ben sana senaryo Sağ olun. göndereyim. Yerim yattı. ne ayıracaksan? Sana senaryo göndereyim istersen. Senaryo. Kız kim olacak peki kız? Kara saçlı olsun, ortasından azıyorsun, ağır Bu olsun. işler öyle değil. Bu işler hikaye var. Bir hikaye var, bir senaryo var. Senaryoya göre oluyorlar. O senaryoya göre Ben de oluyorsun. sizi Babuş. minnettar. Çok sağ olun. Senaryonu belə yaz da, mən kətdən gəlmiş adam, kız da Sen şəhərli kızı. akşam boşluğun varsa gel mekandayız, gel konuşalım. Yox, senaryo var. Nətər? Mən köydən gəlmiş adam olum. İndi kız Mahir olsun ki senaryo. Ha? Pusu. Sen köyden misin? Sen bak. Prodüserim deyir ki, pusuz mu çekiliyorsun filme deyir. Hayır, eğer sen yapabilirsen sana ben pul veririm. Prodüsörüne selam Parasını söyle. aldı.
Hə, parasını. Qız qəşəng qız seç ha, ama ortası nazik, ağapak qaşlı Ben şey. seni görmem lazım. Önce senaryo yazmam lazım. Ben seni komedi yazayım. Senaryanı elə yaz ki, qardaş, qız məni görən kimi aşık olsun. Mən qıza tutturuq verməyim, başa düşdün? Qız mənim dalımca düşsün, eləsin. Mən baxmayım da qıza, dərdim. Elə yazarsan. Sen Bakü'de misin? Evet, Baküdeyim. Tamam Bakü'deysen müsait olunca gel. Ben şu an senin yayını izliyorum. Bak küçük hediyeler attım sana bak. Yayına bak. şimdi Hə, attım sana tamam, hediye. tamam. Geliriz, sağ ol. Müsait bir zamanda gel. O küçük hediyelerini değil mi? O kızlar da atıyor. Bahalı hediye at bana bir. Benim hediyem yok ki. Ben jeton almıyorum. Ben Al da bir de öpücü yapma. Peki o birileri nereden aldın? Sandıktan olur. Ben almıyorum. Bizim çocuklar yaptı. Ofistekiler yaptı. Ben anlamıyorum. Aa, sandıktan mı uğurluyorsun? Yok abi yok. Onlar alıyor ben anlamıyorum. Hani sponsorluk falan reklam geliyoruz ya. Tamam. Gelirim konuşuruz. İnşallah iyi yayınların olsun. Bak- Sağ ol, sağ ol. Sağ olasın. Şeyler, o... Pulla çekileceği O filmler. adamın ne kadar çatır bize elimizi kimler arkadaşlar. Düzmən şey halım qarışır. Yazdın da ne kadar çatarsın. Ay gün çok. Bəli. Bəli. Aa, Orxan yığır. Ha. Sağ ol, ne dersen? Ha. Gelme, gözüme 5 aydın. Ne ağırmışam ki gelmişsən ki? Ha, ne ağırmışam ki dünən gəlmədim Hollywoodda? Canlıdayım, Yaxşı, canlı dekimdə qaçırlar. Yaxşı. Yaxşı. Üç değil. O da boş olmaz. Değil ha. Yol artık. Sese kulak asın. Qulağına tutulur. 15 dəqiqə. Hə, yaxşı. Səs al. Ha, ses alın. Hacker sağ ol. Ha. Bəli. Sağ olun. Buyurun. Bakının Nerimanov'da kalıram. Baxma bircə nəfərə, qısqanıram biləsən, gedək başqa şəhərə, dəli kimi məni sevəsən, gözlərin olsun çaş, dünyada məndən baş, gedək başqa şəhərə. Üzümü niyə yuyum ki, səhərə kimi qalacaq o üzümdə? PK eləməyə də bir yaxşı adam yoxdur. O baxım görüm kim var. İzzo kimdir bunda 4K adam var.
Redd elədi. Xaricilərdən də gəlir ancaq. Z canam. Mehmet Mutlu Keçə. Şir Adam Kan. Z canam.